Yuxarıda verilmiş xətti miqyas əsasən xəritədə 5 dərəcə meridian qoyulsun uzunluğunun neçə santimetr olduğunu hesablayın. Yuxarıda verilmiş miqyas. Deməli, biz baxsaq bura, burada 50-50 artır. Birinci xətti miqyaslarda neçə artdığına baxırıq, sonra sonuna baxırıq. Deməli, kilometr artır. Miqyas bərabərdir. 1 bölünsün 50 kilometr. Bu miqyasımız. Xəritədəki 5 dərəcə əsasən, xəritədə 5 dərəcə meridian qoyulsun uzunluğunun tənasübü quraq hələ ki 1 santimetrdə miqyas xəritədəki məsafə, həqiqi məsafə. Miqyasımız məlum, santimetrdir. Xəritədən məsafə, həqiqi məsafəni tapaq. Deyir, xəritədə 5 dərəcə meridian qoyulsun uzunluğu, 5 dərəcə meridian qoyulsun. Məsələn, A-dan B-yə 5 dərəcədir. 5 dərəcə meridian qoyulsun, həqiqi məsafəni tapmaq üçün. Yəni 1 dərəcə, bir meridianla 1 dərəcə qoyulsun, burada da yazılıb. 111 kilometr. Gedilən dərəcə neçə dərəcədir? 5. Həqiqi məsafə. Həqiqi məsafə də bərabərdir. 5 vurulsun 111. Bu da bərabər 555. 555 kilometr. Gətirək yerinə qoyaq yazaq. Burada həqiqi məsafəni. Deməli, burada tənasübümüz 1 santimetrdə, miqyasımız 50. Xəritəyə məsafə, həqiqi məsafədə 555 kilometr. Buradan, deməli, xəritəyə məsafə vurulsun 50 bərabər 555. Xəritəyə məsafə bərabərdir. Xəritəyə məsafə bərabərdir. 555 bölünsün 50. Bu da xəritəyə məsafədə bərabərdir 11,1 santimetr. Baş miqyası 75 milyon olan dünya xəritəsində 30 cənub, 30 şimal enlikləri arasında meridian üzrə məsafə 9 santimetrdir. Miqyas, yəni baş miqyas, xüsusi miqyas var. Baş miqyas, deməli, ümumi olaraq bütün xəritə üçün aiddir. Yəni, baş miqyasın, amma xüsusi miqyas isə biz əsasən meridian paralelə görə hesablayırıq və burada dəqiqlik daha çoxdur, amma baş miqyasda səhvlər daha çox olur. Baş miqyasda səhvlər ancaq sıfır tərifli xəttlərdə olmur. Daha digər ərazilərdə təriflər baş verir. Burada, deməli, baş miqyas 1 bölünsün 75 milyon. 75 milyon. Dünya xəritəsi 30 cənub, 30 şimal. 30 şimal, 30 cənub endirəsi. Məsafə 9 santimetr. 9 santimetrdir. 1 dərəcə mövzusunda 111 kilometr olduğunu qəbul. Bu hissəsi xüsusi miqyas tapın. Xüsusi miqyası tapmaq üçün 1 santimetrdə xüsusi miqyas. Burada xəritədəki məsafə. Həqiqi məsafə, amma dərəcə toru ilə. Yəni, meridianla tapırıq. Bununla yox. Deməli, burada xüsusi miqyas, xəritə məsafə məlum. 9 santimetr yazılıb bura. Xəritə məsafə 9 santimetr. Biz həqiqi məsafəni tapaq, amma dərəcə toru ilə. Həqiqi məsafəni tapmaq üçün və burada birlik meridianla gedir. 30 şimal, 30 cənub endirəsində. Meridian 1 dərəcə qoyulsun 111. 1 dərəcə 111 kilometr. Gedilən dərəcə həqiqi məsafə, amma dərəcə toru ilə. İndi gedilən dərəcəni tapaq. Gedilən dərəcə bərabərdir 30 şimal, 30 cənub. Fərqli olduğu üçün toplayırıq da bərabərdir 60 dərəcə. Gətirək yerinə qoyaq yazaq. Gedilən dərəcə 60. Deməli, 1 gedilən dərəcə
1 dərəcə 111 kilometr. 60 dərəcə həqiqi məsafə. Dərəcə toru ilə. Buradan da həqiqi məsafə bərabərdir. 60 vurulsun 111 bərabərdir. 6660 kilometr. Tapdıq. Həqiqi məsafəni dərəcə toru ilə tapdıq. Gətirək yerinə qoyaq yazaq yuxarıda. 6660. Birinci düsturda. Deməli, burada 1 santimetr xüsusi miqyas, xəritdən məsafə 9 santimetr, həqiqi məsafə 6660 kilometr. Buradan da xüsusi miqyas vurulsun 9 bərabər 6660. Xüsusi miqyas bərabərdir 6660 bölünsün 9. 6660 bölünsün 9. Xüsusi miqyas bərabərdir 740 xüsusi miqyas. 740 bu da deməli 1 bölünsün 740 vururuq 100 minə. Çünki 1 kilometr 100 min santimetrdir. Bərabərdir 1 bölünsün 740 1, 2, 3, 4, 5, 3 74 milyon olacaq. Sonra Euler-Venn diaqramına siz uyğunluğu müəyyən edin. Xəritələr məzmununa görə 2 yerə bölünür. Ümumi coğrafi, tematik xəritələr. Tematik xəritə özü də kompleks xəritəyə bölünür. 2 komponent bir yerdə təsvir olunursa bu kompleks xəritədir. Bir komponent mövzu təsvir olunursa tematik. Üzərində bütün coğrafi obyektlər eyni səviyyədə təsvir olunur. 1A 1, 2, 3 1A 2. Riyazi əsas təsvirdir. Hər ikisi riyazi əsas təsvirdir. 3B. Sonra topoqrafi xəritələr bu qrupa aid. Topoqrafi xəritələr ümumi coğrafi xəritəyə aiddir. C. Hər hansı mövzu hadisə daha müfəssəl təsvir olunur. Tematik. İqlim qurşaqları, torpaq, bitki örtüyü bu tip xəritələr təsvir olunur. Bu da tematik xəritədir. Y. 1 A, C, 2 D, Y, 3 B. Kartoqrafik təsvirlər aydın ümumi əlamətlər. Kartoqrafik təsvirlər xəritədir. Xəritə, qlobus, bu da plan. Yer səthinin təsvirləridir. Bəli, hər üçü də hər hansı yer səthinin təsviridir. Kiçildilmiş təsvirləri, bu da doğrudur. 1-2 doğrudur. Obyektlər şərait çərəngəsi, bu da doğrudur. Yer kürəsi tam təsvir olunub, yalandır. Təyin etmək mümkündür. Bu da planda coğrafi koordinat yoxdur. 1-2-3. Verilən ərazilərin eyni ölçülü vərəqdə təsvir olunan xəritələrini onlarda aparılan generalizasiyanın artma sırası ilə eyni ölçülü 5 dənə xəritədir. 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. Hamısı eyni ölçüdədir. Deyir ki, generalizasiyanın artma sırası. Eyni ölçüdədirsə və burada sahə artdıqca generalizasiya artır. Çünki xəritdəki məsafə, xəritdəki sahə eynidir. Əgər xəritdə sahələr eynidirsə, sahə artdıqca generalizasiya da artır. Deyir, artma sırası. Ən kiçik sahəni götürək. Burada. Mingəçevir şəhər xəritəsi 2. Ən kiçik budur. Sonra gəlir Kəlbəcər İnzibati rayonu. Biraz bundan daha çoxdur sahəsi. Sonra gəlir Xəzər dənizi 4. Sonra gəlir Avstraliya və Şimali Amerika. Generalizasiyanın artma sırası belədir. Həm də sahə artmasıdır. Ən kiçik sahə Mingəçevirdədir, sonra Kəlbəcərdə, sonra Xəzər, sonra 5 Avstraliya, sonra Şimali Amerika. A, B məntəqələri 60 cənub elliyində yerləşir.
AB yerləşir 60 cənub dairəsi. 60 cənub dairəsi. Məsələn, A, burada B. A məntəqənin coğrafi uzunluğu 165 şərq uzunluğudur. Gəlin bunların yerini dəyişək burada koordinatlara görə. Bu olsun A. 165 şərq uzunluğu. B məntəqəsi isə 135 qərb uzunluğudur. 135 qərb uzunluğu. B məntəqəsi 135 qərb uzunluğudur. Miqyası 1 bölünsün 15 milyonluq xəritədə onlar arasında ən qısa məsafə 22,2 sm olarsa, yenə məsafə tərifini soruşur. Tərif bərabərdir. Həqiqi məsafə miqyasına çıxılsın. Həqiqi məsafə dərəcə toru ilə. İndi gəlin hesablayaq. Birinci miqyasla tapaq. Bizim miqyasımız məlum. Miqyas bərabər 1 bölünsün 15 milyon. Bunu böyle 100 minə. Çünki 1 kilom 100 min santimetrdir. 3, 5, 3, 5. 150 kilometr. Xəritə məsafəmiz 22,5. Yerinə qoyaq, tənasib quraq. 1 santimetrdə miqyas, xəritə məsafə, həqiqi məsafə. Yerinə qoysaq 1 santimetr miqyasımız 150, xəritə məsafəmiz 22,5, həqiqi məsafə miqyasla amma. Miqyas. Burada biz həqiqi məsafəni tapsaq 150 vurulsun 22,5. 22,5. Həqiqi məsafə bərabər 3375 kilometr. Miqyasla 3375 kilometr. Bu miqyasla. İndi dərəcə torunu hesablayaq. Dərəcə torunu hesablayaq. Deməli, AB paralel üzrə gedib. Baxsaq, deməli, paralel baxırıq. Burada 60 dərəcə qoşulunu verilib. 1 dərəcə qoşulunuz 60 paralelində. 55,8. Gedilən dərəcə həqiqi məsafə. Amma bu dərəcə toru ilə. Burada gedilən dərəcəni tapaq. Gedilən dərəcə bərabərdir. Biri 165 şərq uzunluğudur. Biri 135 qərb uzunluğudur. Bunlar arasında dərəcə fərqi biz tapmaq üçün biz fərqli yarımkürələrdir. Fərqli yarımkürələr olduğu üçün 165 və 165 135 300 dərəcə biz eyni istiqamət bu formada götürsək, qərbə doğru geçsək 300 dərəcədir. Amma biz indi burada mən əslində yazmalıydı. Şərq istiqamətə götürək, yoxsa qərb istiqamətə götürək. Biz B məntəqəsini solda yox, sağda qeyd eləsək 135 qərb uzunluğu. Bunların ortasında 180'dir. Bunlar arasında dərəcə fərqini tapmaq üçün, yəni biz bu formada hesablasaq, 165-dən 180-ə kimi 15 dərəcədir. 180-dən 135-ə də 45 dərəcə. Deməli, 15, 45, 60 dərəcə. Əgər, bir daha deyirəm, biz dərəcə fərqini tapanda 180-dən böyük ədəd alınırsa, biz həmin ədədi, həmin 360-dan həmin ədəd çıxırıq. Məsələn, əslində bu toplamalıyıq. Olacaq 300 dərəcə. Əgər 180-dən böyükdürsə, dərəcə fərqini tapmaq üçün 360-dan çıxırıq 300-ü.
bərabərdir 60 dərəcə. Əgər bu qərb istiqamət desəydi, bəli 300 dərəcə. Amma bu heç bir istiqamət demədiyi üçün biz 180-dən çox olanda dərəcə fərqi. Onu deyək ki, 360-dan çıxırıq. Deməli, gedilən dərəcə oldu 60 dərəcə. Yəni hesablayaq. Deməli, 1 dərəcə 55.8 60 dərəcə həqiqi məsafə dərəcə sorunu. Həqiqi məsafə də bərabərdir 55.8 vurulsun 60 vur 60. Həqiqi məsafə də bərabərdir 3348 kilometr. Burada gətirib qoysaq 3348 3375-dən çıxanda da 27 kilometr. Deməli, bizim tərifimiz 27 kilometr olacaq.